5-ci bölüm. Günortadan az keçmişdi. Ayxanla Melisa müstəntiq Sakulinin Jigulisində İvanovkaya gedirdilər. Yol boyu yalnız Sakulin danışırdı. Şəhər və şəhər ətrafı kəndlərinin əhalisi, onların yaşayış tərzi, məşğuliyyəti barədə. Amma deyəsən ki, ona təkcə Melisa qulaq asırdı. Ayxanın fikri isə bir qədər əvvəl şirkət sahibi Yuri Tarasovla olan görüşdə qalmışdı. Səhər yeməyindən dərhal sonra Melisa ilə şirkətə gedib Tarasovun kabinetində onunla söhbət etmişdilər. Hər ikisinin gəldiyi qənaətə görə Tarasov çox maraqlı adam imiş. Ağır, ləngəlli hərəkətlə kabinetində gəzişib, uzun siqarını tüstülədə danışırdı. Desəm ki, Azərlilərə çox böyük rəğbətim var, yalan olar. Desəm ki, onlardan zəhləm gedir, bu da yalan olar. Biz yerli ruslar üçün onlar heç də ziyanlı deyillər. Baxın, bu şəhərdə ermənilər də az deyil. Onların burada bir yerə yığışıb güclənməsi şəxsən mənim heç xoşuma gəlmir. Azərlər isə nə qədər çox olsalar belə bizə ziyanları yoxdur. Çünki onların hər biri ayrı-ayrılıqda yalnız özlərini düşünürlər. Əslində mən bir çox Azərbaycan türkü tanıyıram ki, onlar həqiqi mənada çox yüksək səviyyəli insanlardır. Onlar Rusiyanın həyatına böyük müsbət rol oynayırlar. Hətta dünyaya nəsə verirlər. Ancaq bu şəhərdə gördüyüm və tanıdığım çoxluq haqqında heç də xoş sözlər deyə bilmərəm. Yox, əlbəttə fikrət tamam başqadır. Etiraf edim ki, o bacarıqlı iş adamı olmaqla yanaşı, həm də gözəl insandır. İndi kimlərsə Fikrətin bu şəhərdə qalmağını istəmirlər. Ola bilər. Ancaq inanın ki, İvanovkadakı torpaq sahəsi ilə bağlı münaqişəmiz olsa da, mən onun buradan çıxıb getməsini arzulamıram. O getsə, ya başına bir iş gəlsə, bu şəhərdəki Azərlər daha başı pozuq olarlar. Hətta bəlkə də şəhər əhalisi üçün arzu olunmaz adamlara çevrilərlər. Tarasov Ayxanın ata tərəfdən Azərbaycan türkü olduğunu ağlına gətirməmişdi deyəsən. Odur ki, bu millət haqqında düşündüklərini çəkinmədən deyirdi. Bilirsiniz, erməniləri mən də sevmirəm. Onlar çox hiyləgər, qorxaq, xain insanlardır. Elə bunu bizim Puşkin də deyib onlar barədə. Ancaq Azərlər başqalarına qarşı qətiyyən xain deyirlər. Yalnız bir-birlərinə badalaq vurmağı sevirlər. Bəzən hətta qənim kəsilirlər bir-birlərlə. Türkdülər də, türk. Bunu mənə bizim institutun rektoru danışıb. Bir rəvayətdə deyilirmiş ki, lap qədimdə hansı bir döyüşdəsə türklərin hamısını qırıblar. Onlardan tək bir yaralı oğlan uşağı qalıbmış. Bir dişi bozqurd onu meşədə taparaq bəsləyib, böyüdüb. Sonra ondan bir neçə uşaq doğub. Beləliklə türklərin nəsli yenidən artıb çoxalıb. Amma artıq bunlar həmin bozqurdun törəmələri hesab olunmalıdır. Siz heç canavarlarla maraqlanmısınız? Tutaq ki, 4-ü 5-i bir yerdə ova çıxır. Birlikdə döyüşüb ov edirlər. Həm də cəsarətlə, qəhrəmanlıqla. Bu zaman heç bir heyvan onların qarşısında dayana bilməz. Ancaq elə ki, axşam olur, fikir verin, yığılıb bir yerdə yatanda heç biri digərinə arxa çevirmir. Burun-buruna yatırlar. Gözləri də yaraya açıq olur bütün yuxu müddətində. Niyə? Çünki etibarları olmur qarşıdakılarına. Gözlərini tam qapamağa ehtiyat edirlər ki, birdən yoldaşı qalxıb onu parçalayar. Baxın, bu şəhərdə Azərlər çoxalandan sonra Azərbaycana təkcə mənim bildiyim ondan çox tabut gedib. Bunların uzaqbaşı ikisi başqaları tərəfindən öldürülüb. İkisi əcəli ilə ölübsə, qalanı elə özləri tərəfindən qətlə yetirilib. Söhbətin bu yerində Ayxanın tutulduğunu görüb əlavə etmişdi. Görürəm, Azərlər barədə dediklərim cavan oğlanın xoşuna gəlmir. Amma bunlar faktdır. Bir də mən bütün millət barədə pis fikirdə deyiləm ki. Bayaq da dedim. Bu millətdən hələ təkcə Rusiyada yaşayan neçə böyük insan tanıyıram.
lap elə daha yaxından tanıdığım Fikrət Davudoviç. Şəhərin rus əhalisi arasında onun böyük hörməti var. Nə qədər xeyriyyə işləri görüb. Sizcə, mən Fikrətin bu şəhərdən çıxıb getməsini istəyərəm? Əlbəttə yox. Düzdür, ortada İvanovkadakı torpaq məsələsi var. Mən demişəm, onu gec-tez Fikrətdən satın alacağam. Həm də onun özünün arzu etdiyi qiymətə. Amma bu tamam başqa məsələdir. Sonra Melisa Tarasovu nəzərinə çatdırdı ki, Rizvanla Yunisin həmin gün, həmin saatda evdən çıxacağını kənar şəxslərdən yalnız onun qaraj müdürü Oskar bilib. Bunu eşidən şirkət sahibi siqarını dərindən sümürüb, özünə məxsus asta gülüşlə güldü. Bu hələ heç nə demək deyil, qızım. Oskar, Rizvanın Delfin kafesində onunla görüş təyin etməyini mənim köməkçim Fyodora demişdi. O da dərhal mənə dedi. Yəni biz bilirdik ki, Fikrətin mərhum oğlu ilə Rizvan həmin radələrdə evdən çıxıb kafeyə görüşə gedəcək. Amma nə olsun ki, bu qətlin mənim adamlarım tərəfindən törədilməsi fikrini əsas verirmi? Məncə yox. Bəs siz bunu necə izah edirsiniz? Melisa inad göstərdi. Bu, təksib olunmaz həqiqətdir ki, Yunisi öldürən, Rizvan Salmanoviçi yaralayan adam onların məhz həmin vaxt evdən çıxacağını bilirmiş. Əgər onlar bunu Oskardan başqa heç kimə bildirməyiblərsə, deməli... Yox, əzizim, Tarasov ciddiləşdi. Fikrətin əziz yəhudi dostu sizinlə hələ çox məşğul olmalıdır. Siz belə müəmmalı sirləri açmaq üçün hələ çox gəncsiniz. Yadınızda saxlayın, əgər bir sirri 2 nəfər bilirsə, o bəlkə də kənara çıxmaya bilər. Yox, əgər 3 nəfər bilirsə, artıq o sir deyil və bu sirri kimin yaydığını öyrənmək çox çətin olur. Mənim bildiyimə görə Fikrətin İvanovkadakı fermasının üzərində Karamyan adlı olan alışqanla yandırıblar. Alışqanı oraya atıb getmələri göstərir ki, fermanın yandırılmasında o bic erməninin əli yoxdur. Bu kimsə başqasının işidir. Siz yenə yaxşı olar ki, hər iki cinayətdə görünmüş həmin qara yaguarı axtarasınız. Tarasov bütün söhbət zamanı əsasən üzünü Melisaya tutub danışırdı. Danışığında çox az iştirak edən Ayxan imkan tapıb, özü ilə gətirdiyi palto düyməsi boyda kiçik səs ötürücü cihazı Tarasovun masasının altına yerləşdirə bildi. O bunu Fikrət Nəzərlinin evindən çıxıb bura gəlməyə hazırlaşarkən qəflətən düşünmüşdü. Yuri Tarasovun şəhərdə ən güclü adam hesab olunurdu və Ayxanın fikrincə baş vermiş cinayətlərdə onun əlinin olması xeyli ağlabatan görünürdü. İndi Moskvada Abram Fixmanın ofisindəki kompüter vasitəsilə bu kabinetdəki bütün danışıqlar dinlənilib, hətta yaddaşa yazıla biləcəkdi. Orada olarkən kabinetə bir dəfə qısa müddətdə girib çıxan Fyodor Borisovu da tanıdılar. Ayxan Tarasovun onlara az qala qanlı nəzərlərlə baxan bu ucaboy köməkçisini nədənsə heç xoşlamadı. Sonra Tarasov Ayxanı bir qədər viskiyə qonaq etdi və şirkətin ofisindən çıxıb həyətdə onları gözləyən Turxanın maşına əyləşərək evə qayıtdılar. Müstəntiq Sakulinin Jugulisi böyük Şam meşəsinin içindən keçən asfalt yolla irəliləyirdi. Yolun sol tərəfində kərpicdən tikilmiş kafe və onun ətrafında taxta evciklər görünürdü. Sakulin söhbətini kəsib əli ilə bu tikilləri göstərdi. Baxın, bu istirahət mərkəzi Fikrət Davudoviçin olub, amma sonra qardaşına bağışladı. Kafenin qarşısına 5-6 maşın dayanmışdı. Taxta evciklərin ətrafında istirahətə gəlmiş adamlar gəzişirdilər. Kiçik meydançada bir dəstə gənc dairəvi düzülüb voleybol oynayırdılar. Şübhəli yaguarı buradan keçəndə görmüşdülər. Ayxan soruşdu. Hə, ferma tərəfdən gəlirmiş, müstəntiq cavab verdi. Niyə şübhələniblər ondan? Birincisi düşünüblər ki, bu adamın orada nə işi varmış görəsən. Ora Fikrət Davudoviçlə, ya belə desə, Bahadıra məxsus ərazidir.
fermanın otlaq sahəsi olacaqmış. Oraya istirahətə filan gedən olmur. Maşının nömrə nişanları çıxarılıbmış. Bir də ki, sürücünün üzündə qara örtük varmış. Ağzını, çənəsini bağlayıbmış. Aha, Ayxan başını tərpətdi. Maraqlıdır. Jiguli meşədən birdən-birə açıqlığa çıxdı və sola dönüb düz yanmış fermanın yanında dayandı. Maşından yerə endilər. Bura hər tərəfi şam meşəsi ilə əhatə olunmuş geniş düzənlik idi. Tikintisi yenicə başa çatdırılmış ferma bu maili düzənliyin baş tərəfində yerləşirmiş. İndi ondan yalnız böyük bir küllü ərazi və yanıb kömrə dönmüş tək-tək dirəklər qalmışdı. Yaşıl otlarla bürünmüş düzənliyə iki əks tərəfdən maşın yolu var idi. Onlar istirahət mərkəzinin yanından keçməklə bu yolların biri ilə gəlmişdilər. Ayxan əlini qabağa uzadıb o biri yolu göstərdi. Bəs o yol hardan gəlir? Alek Sakulin dönüb göstərilən səmtə baxdı. O yolda dolaşıb şəhərdən İvanovkaya gedən əsas asfalt yola çıxır. Meşənin içi ilə. Deməli, Yaguarı istirahət mərkəzinin qarşısından keçəndə görüblər. O bu zaman fermadan qaydırmış. Hə, amma bura gələndə həmin yola gəlməyib, elədir. Belə çıxır ki, hə, gələndə görən olmayıb onu. Mən həmin gün orada olan işçiləri də, müştəriləri də danışdırmışam. Melisa bir neçə addım kənarda dayanıb, dinib danışmadan yanmış fermanın qalıqlarına baxırdı. Ayxan cibindən bir saqqız çıxarıb ağzına atdı. Düzənliyə uzun-uzadı göz gəzdirib üzünü yenə müstəntiqə tutdu. Deməli, bu it oğlu it o yolla gəlib. Fermanı yandırıb, sonra isə indicə bizim gəldiyimiz yolla çıxıb gedib. Bəs ağlınıza gəlməyib ki, onun istirahət mərkəzindən görəcəklər? Hər halda ağlına gəlməli idi. Sakulin özünü özü ilə danışırmış kimi astadan dilləndi. Orada həmişə adam çox olur. Karamyanın yaxın ətrafında kiminsə belə bir avtomobili var? Yox. Bəs Karamyanın adı yazılmış alışqanı buraya atıb ona şübhə hədəfinə çevirmək istəyən adam nə üçün qara Yaguarı Fikrət Davudoviçin adamlarının gözünə soxurmuş? Müstəntiq çiynini çəkdi. Əslində ağıllı sualdır. Xahiş edirəm, alışqanın tapıldığı yeri bizə dəqiq göstərin. Sakulin yanmış fermanın xarabalığı ətrafında 5-10 addımlıq yarımdövrə vurub, gənc dedektivləri alışqanın tapıldığı yerə gətirdi. Fermaya və onun ətrafına benzin çiləyən cinayətkar ən sonda yaşıl otların üzərində benzindən nazik bir zolaq çəkilmiş. Uzunluğu 3 metrdən çox olan bu zolaqda otların yalnız zərif hissələri yanıb qaralmış, gövdələri isə sonradan qurumuşdular. Amma alışqan bu zolağın üzərinə yox, onun yanıb külə dönmüş ərazi ilə birləşdiyi yerə atılmış. Sakulin həmin yeri dəqiq göstərdi. O buradan tapılmış alışqanı ilə özü ilə gətirmişdi. Alıb baxdılar. Alovdan rəngi bir qədər qaralmış qızılı rəngli alışqanın üzərində həkk olunmuş bu sözlər aydın oxunurdu. Əziz Vartan Ohanoviçə hədiyyə. Ferma bu alışqanla yandırılmayıb. Ayxan fikirli halda dilləndi. Nəyə əsasən belə düşünürsən? Melisa soruşdu. Ayxan dinmədi. O əlindəki alışqana diqqətlə baxırdı. Yəqin Asayev bunu həmin bu nazik zolağa görə deyir. Müstəntiq fikrini bildirdi. Bu mənim də ağlıma gəlib. Əgər fermanı yandıran adam alışqanı yandırıb hara tullayacaqdısa, bu uzunda nazik zolağa niyə benzin çiləyirdi? Bəli, Ayxan başını tərpətdi. O alışqanı ya kibriti yandırıb bu zolağın ucuna yaxınlaşdırmaqla da işini görə bilərdi və əslində elə bu cür də edib. Sonra Sakulindən kiçik vint açan istədi. Müstəntiq onun dediyi aləti maşından tapıb gətirəndə alışqanın arxa tərəfindəki vinti açdı. Yerdən nazik, qurumuş bir ot qırıb alışqanın içinə saldı. Quru otu burnuna yaxınlaşdırıb iyləyərək yerə tulladı. Hətta mənim fikrimcə bu alışqana heç yerli dibli benzin və yaxud da qaz doldurulmayıb. Tamamilə təzə imiş.
Naməlum adam zolağın ucunda benzini başqa alışqanla alışdırandan sonra həmin bu boş alışqanı məqsədli şəkildə buraya tullayıb. Mən sizinlə razıyam, Asayev, müstəntiq dedi. Mənim fikrimcə Karamyan öz adı yazılmış alışqanı kiməsə verib deməz ki, buraya tullasın. Fikrət Davudoviçlə düşmənçilik edən tamamilə başqa adamdır və o istəyib ki, biz də bu işdə Karamyandan şübhələnək. Mən də belə düşünürəm. Melisa onunla razılaşdı. Mən isə belə düşünmürəm. Ayxan ağzındakı saqqızı kənara tüpürdü. Əlbəttə, alışqan buraya 100% istintaqı çaşdırmaq üçün atılıb. Ancaq fermanı yandırmaq göstərişini verən də, alışqanı buraya atan adamın özü də Karamyandır. Necə? Melisa az qala çığırdı. Sən dəli olmusan, Ayxan? Ya Karamyan dəli olub? O öz adı yazılmış alışqanı bura tullatdırar ki, baxın, bu cinayəti mən etmişəm. O bunu edər. Edər. Ayxan qətiyyətlə dedi. Niyə? Başı xarabdır. Yəqin hər ikiniz bilirsiniz ki, bu ermənilər dünyada ən bic adamlardır. Amma bir şey də bilin ki, onlar həm də dünyada ən axmaq adamlardır. Bu necə olur? Sakolin gülümsədi. Mən də bilmirəm necə olur, amma qəti inanıram ki, bu iş Karamyandan uzaq deyil. Baxın, Fikrət Davudoviç onu neçə adamın gözü qarşısında şillə ilə vurub. Bunu yəqin bütün şəhər bilir. Karamyan da istəyib ki, bu şillənin qisasını Fikrət Davudoviçdən alsın. Ancaq onu da düşünüb ki, nəsə eləsə hamı ondan şübhələnəcək. Ondan və bir də Tarasovdan. Çalışıb ki, həm qisasını alsın, həm də şübhəni özündən uzaqlaşdırıb Tarasova yönətsin. Elə buna görə də adamına qara rəngli Jaguardan istifadə etməyi və öz adı yazılmış alışqanı buraya atmağı göstəriş verib. Bu nə deməkdir, Ayxan? Melisa heç nə anlamırdı. Sən nə danışırsan? Melisa. Ayxan dərhal səbrini qoruyub onu inandırmağa çalışdı. Hilənin də bəzən mərtəbələri olur. Karamyan buradakı 2 mərtəbəli hilə işlədib. Düşünüb ki, istintaq orqanları ikincidə ilişib qalacaqlar. Yəni düşünəcəklər ki, bu cinayəti Karamyanın adamları edibsə, onun adı yazılmış alışqan buraya atılmaz. Həm də onu da deyim ki, əgər alışqan buraya atılsaydı, buraya sonradan atılıb, əvvəldən atılsaydı, yanmış sahədə təbii ki, alışqan da alışıb yanacaqdı, heç izi də qalmayacaqdı. Deyəcəklər ki, bu cinayəti hər kim edibsə, hər halda Karamyan etməyib. Bildiyin, bu hiləsi ilə Karamyan özünü şübhəlilər siyahısından demək olar ki, bir dəfəlik çıxardıb. Ən azı prokurorluğun, polisin və bir də sən Melisa Kazakovanın nəzərində. Amma Ayxan Asayev elə də avam deyil ki, bu hiləyə aldansın. Özündən razı. Melisa hirslə əlini yelləyib bir qədər kənara çəkildi. Ayxan ona əhəmiyyət verməyib üzünü müstəntiqə tutdu. Siz bu yanğın hadisəsi ilə bağlı Karamyanla söhbət etmişsiniz? Sakolin bir qədər inamsız cavab verdi. Mən bu işdə Karamyanın əli olduğuna inana bilmirəm. İnana bilmirəm ki, o belə bir cəsarətli hilə işlətsin. Amma əlbəttə alışqan tapılandan sonra onun ofisinə gedib bəzi suallar verdim. Alışqanı göstərdiniz ona? Göstərdim. Nə dedi? Güldü. Sonra da dedi. Şükür Allaha, mənim hələ başım xarab olmayıb ki, cinayət etdiyim yerə öz imzamı qoyum. Əlbəttə gülər. İndi gördünüzmü o alışqanı buraya attırmaqla özünü həmişə təmizə çıxarmağa necə güclü şans qazanıb. Müstəntiq başını təsdiq mənasında tərpətdi. Yaxşı, biz bu barədə yenə danışarıq, amma indi başqa bir məsələ də var. Mən bundan yalnız dünən xəbər tutmuşam. Əlbəttə, ola bilsin bu elə də əhəmiyyətli bir məlumat deyil. Deməli, yanğın baş verən gün 2 yeniyetmə oğlan velosipedlə İvanovkadan o yolla gəlib düzənlikdən keçməklə istirahət mərkəzi tərəfə gedirmiş. Onlar düzənliyə daxil olan kimi fermanın alışdığını görüblər. Belə çıxır ki, həmin vaxt ferma lap yenicə yandırılıbmış.
Uşaqlar bundan bərk təşvişə düşürlər. Qorxurlar ki, bu işdə onlardan şübhələnərlər. Düzənliyi keçib velosipedlərini həmin bu yolla istirahət mərkəzi tərəfə sürüblər. Biraz gedəndən sonra arxadan sürətlə gələn qara rəngli Jaguarı görüblər. Maşın onları ötüb keçərkən az qalıb ki, uşaqlardan birini vursun. Bundan sonra çox qorxuya düşən uşaqlar meşəyə girib, bir saata yaxın orada gizləniblər. Bəs bu barədə sonra heç kəsə deməyiblər? Ayxan soruşdu. Yox, hadisənin üstünə bir neçə gün keçəndən sonra onlardan biri bunu atasına deyib. Atası isə mənə dünən bildirdi. Aha, Ayxan laqeyd halda çiynini çəkdi. Bu fakt bizə yeni nə verir ki? Məsələ burasındadır ki, müstəntiq dedi. Uşaqlar düzənlikdən keçəndə burada heç bir maşın filan görməyiblər. Bu dəqiqdir. Melisa söhbətə maraqlanıb yaxın gəldi. Bəli, mən dünən uşaqların hər ikisini danışdırdım. Burada qəribə bir şey yoxdur, Ayxan izah etdi. Fermanı yandırmağa gələn adam maşını açıq sahədə yox, xəlvətdə saxlayıbmış. Əlini meşənin düzənliklə sərhəddindən bitmiş kolluqlara uzatdı. Məsələn, oralarda. Müstəntiq onunla razılaşdı. Əlbəttə, uşaqlar yanılmırlarsa başqa cür ola bilməz. Ayxan meşənin yaxın sərhəddinə doğru addımladı. Problem yoxdur. Gəlin baxaq. Bəlkə nəsə bir iz qalıb. Axtarışa başladılar. Nəhayət Ayxan uca şam ağaclarının arasında kol basmış dar yolu göstərib ucadan səsləndi. Baxın, mənim fikrimcə maşının sahibi onu burada gizlədilmiş. Hətta yerdə solğun təkər izləri də var. Ona daha yaxın yerdə axtarış aparan Melisa birinci gəldi. Yoldaşının göstərdiyi yerə baxdı. Ola bilər dedi. Ancaq buraya girən maşın bu kollara sürtünməli idi. Doğrudur. Ayxan kolun nazik budaqlarını aralayıb onların arasında nisbətən yoğun, baş tərəfi çoxdan sındırılmış quru budağı göstərdi. Eyni zamanda buna da. Sonra Ayxan quru, sərt budağın ucuna diqqətlə nəzər saldı və sanki yaxınlaşmaqda olan Sakulinin eşitməməsi üçün astadan dedi. Bax Melisa, budağın ucunda da bu hiss olunur. Maşın hökmən buna sürtünüb. Budaq çox sərtdir. Əgər maşın buna sürtünübsə, onun sol tərəfində mütləq bunun izi qalmalıdır. Lap solğun da olsa. Melisa dinmədi. Deyəsən bayaq Ayxandan incimişdi. Oleg Sakulin gəlib çatdı. Buranı deyirsiniz? Hə, Ayxan ona yalnız yerdə müşahidə etdiyi solğun təkər izini göstərdi. Bu iz kolluğun arxasında otların seyrək bitdiyi meşə torpağında qalmışdı. Müstəntiq təkər izinə baxıb başını tərpətdi. Bəli, fermanı yandıran adam əvvəlcə maşını buraya salaraq gizlədib. Sonra isə arxayınlıqla öz işini görüb. Sizin gözləriniz mənim düşündüyümdən çox iti imiş. Asayev, mən artıq sizə inanmağa başlayıram. Ancaq bu işin Karamyanla bağlı olmaq məsələsində buna inanmağı məsləhət görmürəm. Melisa kinayə ilə dedi. Yaxşı, yoxsa səhv yola düşüb bizi uduzarsınız. Ayxan narazı halda başını buladı. Melisa, sən yenə mübahisə edirsən. Axı mən o bic erməninin qurduğu planı sənə anlatdım. Anlamırsan ya anlamaq istəmirsən. Anlamaz özünsən. Melisa çımxırdı. Mən qəti inanıram ki, bu işdə Karamyanın əli yoxdur. Eşidirsən? Bu cinayətlərin planını tamam başqa bir adam qurub. Və mən deyəsən həmin adamın kim olduğunu artıq bilirəm. Kimdir o adam? Ayxanın səsində açıq-aydın istehza duyulurdu. O adamın kimliyini sənə demək fikrim yoxdur. Niyə? Çünki sən özündən çox razısan və öz çürük fərziyyələrini onsuz da dəyişən deyilsən. Ayxan gülümsədi. Mən öz fikirlərimiz məntiqlə izah etdim. Əgər sənin də bu cinayət barədə hər hansı məntiqi qənaətin varsa, buyur onu bizimlə bölüş. Sənə inanaq. Melisa nədənsə əsəblərini boğa bilmirdi. Xeyr, bölüşməyəcəm. Onda deməli sən özün səhv düşünürsən. Səhv düşünən sənsən. Bax, deməli,
Sən cənab Asayev bu zəhərmara qalmış alışqana görə Karamyandan şübhələnirsən. Hə? Hə, Ayxan inamla dilləndi. Onda deməli alışqanı oraya atan adam elə bunu istəyib. İstəyib ki, Abram Fixmanın sevimli detektivi Axilles Karamyandan şübhələnsin. Yaxşı, sənin bu məntiqə nə sözün var? Bu məsələdə Axilles təkdir. Bu heç vaxt o adamın ağlına gələ bilməzdi. Nəzərə al ki, məndən başqa hamınız Karamyanı müdafiə edirsiniz. Prokurorluq da, polis də, sən də. Deyirsiniz ki, bu işdə Karamyanın əli yoxdur və bu hökmü elə həmin alışqana görə verirsiniz. Hə, sən təksən. Melisa ağzını büzdü. Bir dənəsən. Ancaq məsləhət görürəm ki, biraz dərindən düşün. Düşünürəm. Düşünmürsən. Tarasovla içdiyin viski başını dumanlandırıb sənin. Sənə nə olub, Melisa? Ayxan başını buladı. Allah xatirinə əl çək. Uşaqlar, niyə dalaşırsınız? Bayaqdan susub onlara baxan Alek Sakulin məzəmətlə dilləndi. Gedək, cənab müstəntiq, Melisa dedi. Bu egoist tiplə danışmağa daha halım yoxdur. Egoist özünsən, meşədən çıxıb maşına doğru gedən Ayxan cavab qaytardı. Görünür kimdir? Yaxşı, yaxşı, qurtarın. Sakulin bu dəfə aşkar narazılıqla dilləndi. Maşına əyləşib yola düşdülər. Melisa'nın acığı deyəsən hələ də soymamışdı. Bəlkə də buna görə Ayxanın istirahət mərkəzində dayanıb işçiləri danışdırmaq təklifini qətiyyətlə rədd etdi və Sakulin maşını birbaş şəhərə sürməli oldu. 6-cı bölüm. Gecə idi. Artıq ev sakinlərinin çoxu yatmaq üçün öz otaqlarına çəkilmişdilər. Melisa isə həyətdəki masanın arxasında təkcə oturub fikrə dalmışdı. Amma o həyətdə tək deyildi. Fikrət nəzərinin 3 mühafizəçisi ilə Ayxan darvaza tərəfdə böyük dekorativ ağacın yanında dayanıb söhbət edirdilər. Evin qabaq hissəsində həyət tamamilə işıqlandırılmışdı. Uzaqdan Ayxana göz qoyan Melisa bu saat ancaq onun barəsində düşünürdü. İncikliyi hələ soymamışdı. Əksinə, sevdiyi oğlanın ona qarşı laqeydliyini fikirləşdikcə əsəblərinə hakim ola bilmirdi. Axı Ayxan onu niyə başa düşmürdü? Niyə inanmırdı ona? Sveta adlı o nankor qızın vəfasız, namərd hərəkətinə görəmi? Axı Melisa Sveta deyildi və onun kimi ola da bilməzdi. Bunu Ayxan mütləq anlamalıydı. Bilməli idi ki, Melisa üçün dünyada ondan əziz ikinci bir adam yoxdur və olmayacaq da. Özündən bir yaş kiçik, 26 yaşlı bu oğlan həyatın ən pis üzlərini görmüş, ən ağır sınaqlarından çıxmışdı. Neçə dəfə ölüm təhlükəsi ilə üz-üzə gəlmişdi və bu gün də həmin təhlükə onu izləyirdi. Bəlkə buna görə idi onun hər şeyə qarşı belə laqeyd görünməsi. Keçdiyi çətin sınaqlar Ayxanı nə qədər bərkidib kobudlaşdırsa da, Melisa onun necə incə qəlbli, mehriban biri olduğunu bilirdi. O, Melisa ilə həmişə yaxşı rəftar etmişdi. Amma iş burasındadır ki, bu rəftar onun ətrafdakıların çoxuna qarşı münasibətindən fərqlənmirdi. Melisa çox istəyirdi ki, Ayxan onun hamıdan fərqləndirsin, onu sevsin və sevdiyini tez-tez dilinə gətirib etiraf etsin. Amma çox təəssüf. Ayxanla 2 dəfə yataqda qovuşmuşdular. Birinci dəfə Moskva ətrafındakı kəndlərin birində. Oraya işlə əlaqədar getmişdilər və adamsız bir evdə gecələməli oldular. Onda Melisa Ayxana qarşı qəlbində təzə-təzə nəsə hiss etməyə başlamışdı. Həmin gün deyəsən biraz da içmişdi və yatağa girəndə özü yanına dəvət etdi Ayxanı. İkinci dəfə Rostovdakı oteldə. Elə Ayxanı sevdiyini də ilk dəfə onda dilinə gətirirdi, etiraf edirdi. Cəmi 2 dəfə qovuşmuşdu bu oğlanla və həmin anlar bütün həyatı boyu keçirdiyi ən xoşbəxt anları olmuşdu Melisa'nın. O da ağır günlər yaşamışdı həyatda. Uşaq evində böyüyüb, ata-ana özü görməmişdi.
Heç kəsi yox idi. Geriyə boylanıb 27 illik həyatına nəzər salanda razı qalmalı, fərəhlənməli çox az şey tapırdı ki, bunlar da əsasən Ayxanla bağlı olurdu. Onunla keçirdiyi həmin xoşbəxt saatlarla bağlı olurdu. Ancaq Ayxan Melisa ilə keçirdiyi hər iki gecənin səhərsi özünü aralarında heç nə olmaymış kimi aparmışdı. Yenə həmin mədəni, mehriban, lakin eyni zamanda adi münasibət. Başqaları ilə necə, onunla da elə. Bəzən Ayxanın ona qarşı münasibəti qızın əməlli başlı qüruruna toxunurdu. Bəzən hətta zəhləsi gedirdi özündən. Axı necə oldu? Necə oldu ki, o bu oğlanı sevdi? Nəyinə, hansı cəhətinə görə? Ayxan güclü idi, son dərəcə cəsarətli idi. Ağlına, zirəkliyinə isə söz ola bilməzdi. Fixmanın bürosunda hamı ona pərəstiş edirdi. Bunlara görəmi sevmişdi onu? Deyəsən, yox. Ayxanda nəsə elə bir şey var idi ki, məhz həmin şey Melisa'nın qəlbində alovlu bir məhəbbət yaratmışdı və belə görünürdü ki, bu məhəbbət heç vaxt sönməyəcəkdi. Mühafizəçilər indi nəyinsə barəsində Ayxanla sakit mübahisə edirdilər. Hərdən Valeri nəyəsə uca səslə etirazını bildirirdi. Ayxan isə özünə əmin olan adamlar kimi astadan danışır, əl hərəkətləri ilə nəyisə izah edirdi. Melisa Ayxanla bağlı fikirləri beynindən uzaqlaşdırdı və baş vermiş cinayət hadisələri barədə düşünməyə başladı. O cinayət hadisələri barədə ki, Ayxanla onun Moskvadan buraya gəlməsinə səbəb olmuşdu. Onun ürəyində bu hadisələrlə bağlı artıq müəyyən şübhələr var idi. Hələ bugün səhər rüşeym halında olan həmin şübhələr Yuri Tarasovla söhbət zamanı biraz da böyümüş, axşama yaxın isə Melisa'nın ürəyində özünə tamam yer eləmişdi. Amma Ayxana hələ heç nə deməmişdi bu barədə. Sabah günorta artıq özlüyündə şübhəsini tam dəqiqləşdirəcəkdi və bundan sonra hər şeyi yoldaşı ilə bölüşəcəkdi. Günortaya qədər isə yalnız fikirləşmək istəyirdi ki, və səhər Turxanla şəhər ətrafına gəzintiyə çıxmağı da buna görə qərarlaşdırmışdı. Turxanı xatırlayanda qeyri-ixtiyari gülümsədi. Özündən 7 yaş kiçik olan bu yaraşıqlı oğlanı yaman xoşlamışdı. Turxan başqaları ilə tamamilə sərbəst rəftar etdiyi halda Melisa'nın qarşısında sıxılıb özünü itirirdi. Səhər onun maşınında Tarasovun ofisinə gedəndə Melisa dedi ki, ikimiz sənin maşınınla şəhər ətrafına gəzməyə çıxarıq. Bunu əslində Ayxanın acığına demişdi. Onda az da olsa qısqanclıq yaratmaq üçün. Turxan bir söz deməyib razılaşdı. Axşamüstü isə utana-utana yaxınlaşıb dedi ki, istəsəniz sabah səhər çıxarıq gəzintiyə. Həmin vaxt Melisa'nın gözlərinə baxa bilmirdi və bu davranışı qıza çox açıq-aydın ləzzət verirdi. Ürəyində Turxana qarşı heç bir başqa fikir olmasa da, hər halda onun qəlbindən keçən gizli hissləri duymaq Melisa'ya xoş idi. Aydəniz gecə kostyumunda eyvana çıxıb həyətə boylandı. Bənövşəyə rəngli jaketini çiyinlərinə atmışdı. Melisa'nın təkcə oturduğunu görüb pilləkənlə enərək onun yanına gəldi. Masanın arxasına keçib əyləşdi və özünə məxsus ərklə "Niyə yatmırsan?" deyə soruşdu. Melisa qarşısındakı qızın ətli sifətinə, alnına və çiyinlərinə tökülmüş qıvrım, qara saçlarına baxdı. Aydəniz lap azacıq arıqlasaydı qəşəng bir qız ola bilərdi. Totuq yanaqlarına yaraşan şirin dodaqları var idi. Elə danışığı da bir qədər şirin və məzəli idi. Ancaq Melisa beynindən keçirdiyi başqa fikirlərin təsiri ilə ona gec və quru cavab verdi. Yuxum gəlmir. Aydəniz əli ilə dağınıq saçlarını biraz da qarışdırdı. Oy, heç mənim də yuxum gəlmir. Sustular. Hiss olunurdu ki, Aydəniz söhbət etməyə yaman həvəskardır və indi də danışmağa mövzu axtarır. Deyəsən, nəsə tapmışdı ki, Ayxanın bir qədər ucadan dediyi sözləri eşitdilər. Dayanın, indi mən sizə əsl sərras atıcılığın nə olduğunu göstərəcəm. Dönüb darvazanın yaxınlığındakı ağaca tərəf baxdılar. Ayxanla mühafizəçilər yenə nəyinsə barəsində mübahisə edirdilər. Sonra Ayxan Soltanın qaçıb evin birinci mərtəbəsindən gətirdiyi əl boyda karton kağızı ağaca mıxlayaraq geri çəkildi. İndi o sağ əlində iri bıçaq, sol əlində tapanca tutmuşdu. Mühafizəçilər dayanıb maraqla onlara baxırdılar.
Elə Melisa ilə Aydənizin də diqqətini toplayıb gənc detektivin nə edəcəyini gözləyirdilər. Baxın, ağacdan 10 addım kənara çəkilən Ayxan dedi. Mən tapançadan açacağım atəşlə mıxın başını vuracağam. Onda kağız dərhal yerə düşməlidir. Ancaq onu düşməyə qoymayacağam. Bunu necə edəcəksən axı? Sultan dözməyib soruşdu. İndi görəcəksiniz. Ayxan tapançadan atəş açdı və həmin anda da sağ əlində tutduğu bıçağı ağaca tulladı. Sərras satılmış bıçaq kartonu dələrək ağaca sancıldı. Gedib baxdılar. Kağız ancaq bircə barmaq uzunluğunda aşağı sürüşüb. Valeri vəcrə gələrək çığırdı. Doğrudan çox əladır. Kolye ilə Sultan da razılıqlarını bildirdilər. Melisa ilə oturduğu yerdən səsləndi. Pah! Bəzi adamlar loğalanmaqdan heç əl çəkə bilmirlərmiş. Ayxan tapancasını gödəkçəsinin altından kəmərinə keçirdi. Bıçağı qatlayıb cibinə qoydu. Yalnız bundan sonra qızlara tərəf dönüb, bəzi adamlar isə atmaca atmağı heç tərginə bilmirlərmiş, dedi. Melisa ona cavab vermədi. Elə bu zaman yatağından tələsik qalxmış Rizvan pilləkənin başında göründü. Əvvəlcə qızı ilə Melisaya baxıb üzünü mühafizəçilərə tutdu. Bu nə səs idi? Kim atəş açdı? Oraya niyə yığışmısınız? Heç Rizvan Salmanoviç, Kolya bir qədər günahkarcasına cavab verdi. Ayxan bizim uşaqlara atıcılıq öyrədirdi. Gecə vaxtı heç yeridir, Rizvan acıqlandı. Heç kəs, hər kəs öz işi ilə məşğul olsun. Sonra masanın arxasındakilərə baxıb bir qədər mülayim səslə soruşdu. Siz niyə yatmırsınız? Melisa qorxudan büzüşmüş Aydənizin üzündəki ifadəni görəndə gülümsədi. Yuxumuz gəlmirdi, Rizvan Salmanoviç. İndi yatacağıq. Rizvan deyəsən bu dəfə qızına nəsə demək istədi. Amma yəqin Melisaya görə fikrindən daşınıb içəri keçdi. Onun arxasınca boylanan Aydəniz məzəli halda boynunu qısdı. Yaxşı qurtardım. Qorxursan atandan? Melisa soruşdu. Yox, niyə qorxuram ki? Qız Ayxan gilə tərəf baxıb söhbəti dəyişdi. Melisa, Ayxan adama niyə elə baxır? Belə necə deyim? Laqeyd, lap narkomanlar kimi. Melisa ciddiləşib kinayə ilə başını buladı. Əsl qatildir o. Heç bilirsən indiyədək neçə adam öldürüb? Aydəniz heyrətləndi. Nə danışırsan? Niyə öldürüb axı? Bizdə işə düzələnədək şübhəli bir xidmət orqanında çalışırdı. Ancaq mənə elə gəlir ki, Ayxan heç də pis oğlan deyil. Melisa sustu. Deyəsən belə danışmağına peşman olmuşdu. Düz demirəm, Aydəniz əl çəkmədi. Bilmirəm. Xarici görkəmi lap idealdır. Belə oğlanlar çox az tapılır. Sən fəxr etməlisən ki, belə bir dostun var. Melisa'nın üzünə təbəssüm qondu. Aydənizin simasında və danışığında elə bir şey var idi ki, istər-istəməz qarşı tərəfi səmimi olmağa məcbur edirdi. Lap yəqin ona görə ki, özü səmimi qızı idi. Melisa'dan 9 yaş kiçik olmasına baxmayaraq onunla həmyaşıd kimi danışırdı. Və Melisa da ondan inciyə bilmirdi. Hətta özü də bilmədi ki, bu sözlər ağzından necə çıxdı. Əslində, mən sevirəm bu əclafı. Sevirsən? Aydəniz ucadan dilləndi və tez də əli ilə öz ağzını qapadı. Hə, çox sevirəm. Özü bilir. Bilməlidir hər halda. Dilimlə demişəm. Bəs o? Ayxandan baş çıxarmaq çox çətindir. Neçə il əvvəl birini sevirmiş, sonra o qızla başqasına ərə gedib. Var dövlətinə görə. İçkiyə də ondan sonra başladı Ayxan. Yazıq. Aydəniz ürəkdən təəssüfləndi. Yox, yazıq filan deyil. Ancaq səninlə razıyam ki, pis oğlan da deyil. Daha çox isə qəribədir. Mən anlaya bilmirəm onu. Bəzən çox soyuqqanlı, hətta qəddar olur. Bəzən isə görürsən ki, bir dəfə buna bir ailənin bütün üzvlərini qətlə yetirməyi tapşırıblar. Bu da tapşırığı yerinə yetirib. Yoldaşı 3 yaşlı qızı vuranda onu ağır yaralayıb. Ayxan bu an nə düşünübsə, öz yoldaşını öldürərək qızı xəstəxanaya çatdırıb. Onu ölümdən xilas edib. Sonra uşaq evinə veriblər, amma ömürlük şikəst qalıb. İndi Ayxan onu bir dəfəlik müalicə etdirmək üçün pul toplayır.
Başqa heç nə barədə düşünmək istəmir. Necə yumuşaq ürəyi var? Aydəniz darvazaya tərəf boylanıb Ayxana baxdı. Elə deməzdim, bəzən çox kinli olur. Xüsusilə də düşmənindən intiqam alanda. Düşməni var onun, həm də çoxdur. Onu həmişə axtarırlar. Bəs qorxmur ki, öldürərlər? Allah eləməsin. Yox, qorxub eləmir. Daha çox mən qorxuram onun üçün. Ona bir şey olsa yaşaya bilmərəm. Melisa artıq özü də duymadan Ayxan haqqında elə səmimi məhəbbətlə danışırdı ki, onun bu səmimiyyəti Aydənizi də cəsarətləndirdi. Azacıq tərəddüd edib, mən də birini sevirəm, dedi və qızardı. Kimli o qəhrəman? Melisa dərhal maraqlandı. Turxan. Fikrət Davidoviçin oğlu? Hə, səncə necə oğlandı? Lap əla oğlandır, Melisa dedi. Yaraşıqlı, həm də müasir. Mən xoşlayıram elələrini. O da sevir səni? Bilmirəm. Son vaxtlar çox qayğıkeşdir mənə qarşı. Amma sevgisini dilinə gətirmir. Mənə də imkan vermir ki, bu barədə söhbət açım. Həm də gəzdiyi bir qız var. Kristina adında. O necə qızdır? Aydəniz ağzını əydi. Çilli milli qızdır. Həm də arıq. Üfürsən yıxılar. Melisa gülməyini saxlaya bilmədi. Bir qədər normadan artıq kökələn Aydənizin o qız barədə təsəvvürünə görə. Amma insafla deyəndə Aydənizin çox cəzibədar siması var idi. Danışıq da şirin, yapışıqlı. Bura bax Aydəniz, birdən-birə ciddiləşib söhbətin mövzusunu dəyişdi. Sən o gün Yunus öldürülən gecə pləkanın başına niyə çıxmışdın? Aydəniz biraz tutulsa da tez cavab verdi. Turxanın otağına gedəcəkdim söhbət etməyə. Baxdım ki, görüm atam həyətdən çıxdı ya yox. Atan razı deyil sənin Turxanla görüşməyinə? Yox. Deyir onun sevdiyi qız var, özünü ağır apar. Acığın tutur atana? Biraz. Bəs Fikrət Davidoviç, o necə baxır bu işə? Fikrət həm məni çox istəyir, həmişə deyirdi ki, sən mənim gəlinim olacaqsan. Melisa növbəti salıb bir qədər düşünməli oldu. Yaxşı, Aydəniz, səncə Fikrət Davidoviçin ya atanın Bahadurla münasibətləri necədir? Aydəniz başını buladı. Yaxşı deyil. Fikrət əmi qardaşına görə nə qədər pis vəziyyətə düşüb, nə qədər ziyan çəkib. Arvadı da acgözün, paxılın biridir. İstəyir ki, Fikrət əmi Elza xalaya nə alsa, onun üçün də alsın. Ancaq fikirləşmir ki, Elza xala Fikrət əminin arvadıdır. Düz demirəm? Bahadurun neçə dəfə borclarını verib Fikrət əmi. Azdır, ancaq qədrini bilmirlər onun. Heç atam da sevmir Bahaduru. Deyir ki, Fikrət əmini hörmətdən salır şəhərdə. İndi də atamın köhnə bir düşməni ilə oturub durur. Kimdir o? Ruslan adında biridir. Həbsxanadan təzə çıxıb. Aha, heç soruşmadım. Elza Mixaylovna necə baxır sənin Turxanla münasibətinə? Elza xala mənimlə həmişə mehriban olub. Ancaq biraz qapalı, sakit qadındır. Bu barədə onun heç bir fikrini eşitməmişəm. Bəlkə də heç nə bilmir. Yunus Fikrət Davidoviçin birinci arvadından idi də, hə? Hə, həmin arvaddan bir oğlu da Bakıdadır indi. Anası ilə yaşayır. Elvin adında oğlandı. Niyə ayrılıblar? Arvadı Fikrət əmiyə xəyanət eləyibmiş. Elə yazığım gəlir ki ona. Kimə? Melisa anlamadı. Əlbəttə Fikrət əmiyə. Ən çox da Yunisə görə. Bir anlıq susub qəfildən soruşdu. Onu Karamyanın adamları öldürüb? Yox. Bəs yanmış fermada tapılan alışqan? O boş şeydir, Melisa qətiyyətlə dedi. Karamyanın adamları yandırmayıb fermanı. Bəs kim? Kimdir Yunisi öldürən? Fikrət əmini ölümlə hədələyən? Tapacağıq. Hər kimdirsə tapacağıq. Bu zaman onlara yaxınlaşan Ayxan ucadan istehza qarışıq səslə dilləndi. Ballistika üzrə məşhur mütəxəssis, detektiv Melisa Kazakova qatili şəxsən özü tapacaq. Melisa ondan hələ də inci idi.
Başını bulayıb sərt hərəkətlə ayağa qalxdı. İstehzanız yersizdir, cənab Axilles. Mən qatili doğrudan da tapacam, dedi və sözünü bitirib pilləkənlərə doğru addımladı. Bir qədər onun arxasınca baxan Ayxan Aydənizə tərəf çevrildi və gözlənilmədən "Deyəsən sənin şəxsi maşının var, hə, Aydəniz?" deyə soruşdu. "Hə," Aydəniz fərəhlə cavab verdi. "Fikrətəmi bağışlayıb. Sabah mənimlə gəzintiyə çıxarsan?" "Əlbəttə." "Deməli danışdıq. Səhər yeməyindən sonra çıxırıq. İndi isə get yat. Mən hələ biraz da burada oturacam." Aydəniz qalxıb evə getdi. Həyətə tamam sakitlik çökmüşdü. Kolya görünmürdü. Sultanla Valeri isə darvazanın yanında astadan söhbət edirdilər. Ayxan masanın arxasında oturub onları səslədi. "Qardaşlar, mənim üçün içməyə bir şey tapa bilərsiniz?" 7-ci bölüm. Gündüz saat 11-də Ayxanla Aydəniz qızın qırmızı Mercedesində İvanovka kəndindən qayıdırdılar. Günorta Fikrət nəzərli şəhərin kafelərinin birində oğlu üçün ehsan verəcəkdi və Ayxan da istəyirdi ki, bu mərasimdə iştirak etsin. Aydənizlə gəzintiyə çıxmaqda isə məqsədi yandırılmış fermanın ərazisini bir daha nəzərdən keçirmək, bir də bu səmimi, mehriban qızla söhbət etmək idi. Gəzinti zamanı onlar Azərbaycan türkçəsində danışırdılar və bu Ayxana çox ləzzət verirdi. Rizvanın 18 yaşlı bu qızı oğlanın ümumiyyətlə çox xoşuna gəlmişdi. Elə hey oradan buradan danışır, həyat barədə, insanlar haqqında fikirlərini Ayxanla bölüşməyə çalışırdı. Özünü elə aparırdı ki, sanki Ayxanla lap uşaqlıqdan bir yerdə böyümüşdü. Onunla ən doğma adamı kimi rəftar edirdi. Əyninə nazik köynək, qısa yubka geyinmişdi. Ətli, lakin mütənasib və sağlam qıçları kifayət qədər cəlbedici görünürdü. Hamar, bir qədər qarayanız dərisi olduqca cəzibədar idi. Normal sinəsi və yanları bədəninə uyğun olduğuna görə köklüyünü o qədər də diqqət cəlb etmirdi. Ayxanla gəzintiyə çıxdığı üçün yaman sevinirdi. Elə hey danışır, elastik, təmiz və təravətli dodaqları bir an olsun dayanmırdı. Yanmış fermanın yerləşdiyi düzənlikdə maşından enmişdilər. Dayanıb meşəyə və uzaqda görünən dağlara tamaşa edərkən qız birdən-birə susaraq başını oğlanın qoluna söykədi.